Salam, bugün sizlərlə funksiyanın birinci bölməsinə baxacağıq. Xətti funksiya, tərs funksiya, onların qrafikləri və qrafikin çevrilməsi. Bu bilsiz nədir uşaqlar? Qrafik üzərində bir dənə məsələ verir. Tutmalısınız ki, o xətti funksiyadır, yoxsa xətti funksiyanın qrafiki midir, yoxsa tərs funksiyanın mı? Və sonra oradan tənasüb qurub məsələni həll etməlisiniz. Bu tip suallar artıq açıq və yazılı suallara düşür. Yəni 6, 6,3, 7 sizə ən yüksək balı, yəni bu tip suallar verir. Qrafikin oxunması ilə bağlı məsələlər. Ona görə çox diqqətli olun. Bir-iki qaydaya baxaq, davam edək. İlk onsuz tərifdir. Tərifdən qorxmayın. Hər bir x elementinə, yeganə y-i qarşı qoyan asılığa funksiya deyilir. Bu bilirsiniz nə deməkdir? Funksiya adından da görün ki, deyir kimi fx. Bu funksiyadır. X-dən asılıdır. Məsələn, 3x funksiyasına baxaq. X-a 1 versəm, f1. 3 vur 1 neçə eləyir? 3. X-a 2 versəm, 3 vur 2 neçə eləyir? 6. Həqiqətən görürsünüzmü? Incə ilə göstərəcəm. Baxın, x-dan asılıydı. X-a 1 verəndə 3 alındı. X-a 2 verəndə 6 alındı. Məsələn, x-a 3 versəm, 3 dənə x artıq 9 alınacaq. Aydındırmı? Buna, uşaqlar, buna funksiya deyilir. Amma elə funksiya x-dan asılıdırsa bu funksiyadır. Amma elə funksiyalar var ki, sabitdir. Ona deyirik sabit funksiya. Bir dənə baxın. Məsələn, y bərabərdir 7 və ya bunlar tamamən eyni şeydir. Fx bərabərdir 7. Yəni, uşaqlar, x-a nə verirsiniz, verin, cavabı nədir? 7-dir. X-a 1 də versəz, cavabı 7-dir. Bu x-a 2 versəz də cavabı 7-dir. Çünki niyə? Yanında x yoxdur. X-i olmayan funksiya necə funksiya oldu? Sabit funksiya. Tərif olaraq deyə bilərsiniz ki, sol tərəfdə yazıram. X-dən asılı olmayan funksiyadır. Məsələn, fx bərabərdir b yaza bilərsiniz, fx bərabərdir c yaza bilərsiniz, a yaza bilərsiniz. Əsas odur ki, yanında heç bir x olmasın. Bu oldu sabit funksiya. Keçək xətti funksiyadan danışaq. Xətti funksiya, sonra toplu izahına baxırıq. Y bərabərdir kx üstəgəl b. Uşaqlar, y ilə x-dan danışdıq. X-dan asılı olan funksiyaya y deyilir. Bəs k ilə b-dən danışmadıq. İndi gəlin k ilə b-dən danışaq. K bucaq əmsalıdır. Bucaq dediyinə görə həmin bucağın tangensinə bərabərdir. Tangens alfa. Sizə məsələn orada bucaq versə, x oxu ilə, baxın uşaqlar, x oxu ilə, hətta müsbət istiqaməti ilə, yəni bu tərəfdən. Məsələn, bu bucağa iti bucaq deyirik. İti bucaqdır. Məsələn, bu bucağa kör bucaq deyirik. Baxın, x-dan. Belə bir xətt keçirsə, buna necə deyəcəyik? Kör bucaq. Yəni, bu bucaqlara k deyirik. Və həmin bucağın tangensi k-ya bərabərdir. K bərabərdir həmin bucağın nəyinə? Tangensinə. Bəs uşaqlar, deyərsiniz ki, müəllimə heç orada bucaq vermir, amma bizdən k istəyir. Onda bilirsiniz, nə edirsiniz? İtidirsə, k-nı müsbət qəbul edirsiniz. Kördürsə, k-nı mənfi qəbul edirsiniz. Diqqətli olun. Çox diqqətli olun. K-sı müsbətdirsə, bucaq itidir. K-sı mənfidirsə, bucaq kördür. Baxın, K haqda danışıb bitirdik. İti və ya kör bucaq olduğunu bildirir. Bucağın özünü də verəndə tangensini tapırıq. İndi B haqda danışaq. Görək B nədir? B daha rahatdır. Y oxunu kəsən xətdir. Məsələn, uşaqlar, bir xət Y-i yuxarıda kəsibsə, deməli B-si müsbətdir. Bir xət Y-i 0 nöqtəsində kəsibsə, demək ki, B-si 0-dır. Bir xət Y-i, söhbət həmişə Y oxunu kəsməkdən gedir. Y-i aşağıda kəsibsə, demək ki, B-si nədir? Mənfidir. Çox diqqətli olun. Baxın, uşaqlar, K-dan danışdıq, B-dən danışdıq, sol tərəfdə üstəgəl qoyuram. Aha, burada bir dənə boşluq qoymuşam. Dedik ki, Y-i kəsən nöqtə B nöqtəsidir. B nöqtədən şəkildə, sol tərəfdə şəkildə göstərəm. Bu B-dir, bu B-dir. Bəs amma x-i kəsən nöqtə görəsən nədir? Bilirsiniz də, y ordinatdır, x absisdir. Bəs deyərsiniz ki, müəllimə, sol tərəf istəyirəm. Belə bir şey verilib, bura yazılıb 3, bura yazılıb 2. Tamam, B-ni bildiniz ki, B-si 3-dür. Çünki Y kəsən nöqtə B-dir. Bəs bu nöqtə nədir? Bu nöqtə bilirsiniz nədir? Mənfi B böl K. Uşaqlar, bu B-dir,
Bu da mənfi b böl k-dır. Diqqətli olun. Əsas qayda budur. X-da kəsən bir şey mənfi b böl k-dır. Xətti funksiya haqqında cəmi bunları bilməlisiniz. Cəmi birinin qrafikini qurmağı öyrədim sizə. Məsələn, y bərabərdir. Mənfi 5x üstə gəl 3-ün grafikini necə qurursunuz? K budur, B budur, hə? Kx üstə gəl B. K-sı mənfidirsə demişdik ki, mənfidir, yəni çordur, gözü görmür mənfi. K müsbət olsaydı iti olardı, iti yazardım. B-si də müsbətdir, B-si deməli y-i yuxarıda kəsir. Yəni y-i kəsən nöqtədir uşaqlar. B-dir, y-i kəsən nöqtədir. Görün necə işləyirəm. Birinci y-i kəsən nöqtəni qeyd edirəm. Deyir neçədir? 3. O 3-ü qeyd elədim. Bu da bucağı bildirirdi. Dedik çordur. Uşaqlar, bunu əzbərləyin. İti bucaqlar belə çəkilir. Bu itidir. Çor bucaqlar belə çəkilir. Bu da çordur. İşte buradan keçən bir dənə çor bucaq çəkəcəm. Çünki K-sı mənfidirsə çordur. Buradan keçən çor bucaq bu. Gözün özü tamamlasın. Bu. Baxın, çor bucaq əmələ gətirdi və 3-dən keçir. Deməli, bu funksiyanın qrafikini qurun deyəndə belə bir qrafik axtaracaqsınız. Ancaq K-ya və B-yə baxmalısınız. Tərs mütənasib funksiya nədir? Onu keçək. Tərs funksiyada artıq y ilə x bir-birindən tərs asılı olmalıdır. Yəni, məxrəcdə olmalıdır. Baxın, xətti funksiyada sol tərəfdə yazıram. Kx üstə gəl b idi. Çünki ikisi də sürətdə idi. Düz asılı idi, xətti asılı idi. Amma burada necə asılıdır? Şəkildən də və ya gözdən görürsünüz ki, necə asılıdır? Tərs asılıdır. Burada cəmi bir dənə k var deyə bir dənə k-ya şərt verirsiniz. K müsbətdirsə birinci, üçüncü rübdən keçir. K mənfidirsə ikinci, dördüncü rübdən keçir. İndi göstərək. Məsələn, k-ya bir dənə müsbət qiymət verək. 2 böl x. Müsbətdirsə dedik hardan keçir? Birinci, üçüncü rübdən. 1. Uşaqlar, birinci rüb budur, üçüncü rüb budur. Birinci, üçüncü rübdən keçsən belə bir funksiya çəkirsiniz. Amma k-ya indi mənfi qiymət deyək. Məsələn, olsun mənfi 2 böl x. Uşaqlar, bu dəfə ikinci, dördüncü rübdən keçən funksiya çəkirsiniz. Bilirsiniz də, rüblər saat əqrəbin əksinə gedir. X-dan başlayır, belə gedir. Birinci rüb, ikinci rüb, davam edir saat əqrəbin əksinə. Üçüncü rüb, dördüncü rüb. Aha, və çəkərkən bəzən uşaqlar çaşıb belə çəkirsiniz və ya başqa cür çəkirsiniz. Deyəcəm necə yadda saxlayın. Y və x oxuna yaxın. Baba, y oxuna yaxın, x oxuna yaxın, x oxuna yaxın, y oxuna yaxın. Yəni, çox yaxın bir funksiyalar çəkirsiniz. Aydındırmı? Tərs funksiya haqqında bu qədər. Sol tərəfə baxın. Tərs funksiya axı məxrəcdə olur x. Biraz orada fikir verin. Biz bərabərsizdə də demişik, tənlikdə də demişik, kəsirdə də demişik. Kəsirin məxrəci sıfırdan fərqli olmalıdır. Yəni, x nə ola bilməz? 2 ola bilməz. Yəni, onun üçün 2-ni almır. Təyin oblastı x-in aldığı qiymətlərdir. Yəni, x-i 2 olmur. Bir də 4-cü haqqda qısa məlumat verin. Burada funksiyada da danışacağıq, amma burada da danışaq. 2 dənə funksiyanın qrafiki bir-birinə kəsişirsə, funksiyada da vektorda da uşaqlar danışacağıq bu haqda. 2 dənə qrafik bir-birindən kəsişirsə, onların təyinliklərini bir-birinə bərabər edin. Aydındırmı? Məsələn, bu 3x üstə gəl 5-dir, bu da nəyinsə parabolanındır, nədir? 2 dənə funksiyanın bir-birinə bərabər edəcəksiniz, kəsişirlərsə. Bəs paraleldirsə, uşaqlar, deməli, eyni bucaq altında əyilib də. Yəni, biri dikinə, biri çox əyilməyib. İkisi də eyni əyildiyinə görə bucaq əmsalların bir-birinə bərabər edəcəksiniz. Yəni, K1 bərabərdir K2. Baxın, paralel olanda eyni dərəcə əyildiklərinə görə əyilmə, yəni bucaq əmsalları bir-birinə bərabər olur. Məsələn, tənliyin biri 3x üstə gəl 5-dirsə, o birisinin də mütləq bucaq əmsalı 3 olmalıdır. Çünki eyni dərəcədə əyilməlidir. Amma bu tərəfi nə istəyirsə ola bilər. Müsbət 5 də ola bilər, mənfi 10 da ola bilər, müsbət 7 də ola bilər və s. Bəs perpendikulyar olanda nə olur? Uşaqlar, paralel olanda dedik k-lar bərabər olur. Paraleldə k-lar bərabər olur. Amma perpendikulyar olanda, uşaqlar, bir də baxın, 90 dərəcə əmələ gətirməsi üçün həm əks olmalıdır k-lar, həm də tərs.
Bay yazıram uşaqlar. Biz bilirik ki, tərs ədədlər nəyə deyilir? Hasili 1-ə bərabər olan ədədlərə. Deməli, k-ların hasilini 1 eləyirəm. Amma həm də əks olmalıdır. Əks də deyil, -1. Bir də deyim uşaqlar, həm tərs olmalıdır, ona görə hasili 1-dir, həm də əks olmalı deyə qarşısına mənfi atıram. Çox rahat deyil. Məsələn, biri 3-dürsə, 3-ün tərsi 3-də 1-dir uşaqlar. Yox, əksi, düz deyirəm. Tərsi 3-də 1-dir, əksi olaraq da mənfi atırsınız. Məsələn, uşaqlar, k-sı verib, belə verir ha, k-nı verib 8. O birisi həm bunun tərsidir, 8-də 1, həm də əksidir, -8-də 1. Bildinizmi? Çox rahatlıqla işləyə bilərsiniz, qorxutmayın özünüzü. Bəs nə vaxt üst-üstə düşür? Bunu da deyim, keçək topluya. Məsələn, verib 7x üstə gəl 2. Bununla üst-üstə düşməsi üçün k-sı da bərabər olmalıdır, b-si də. Yəni, iminli eyni bir funksiya olmalıdır ki, üst-üstə yerləşsinlər. Baxın, şəkildə vermişəm. Yəni, eyni dərəcədə əyilən, k əyilmədə və y-i eyni nöqtədə kəsən. Məsələn, bax, ikisi də eyni dərəcədə əyilib. Gözlüyün yuxarıda kəsin. Bu da 7x üstə gəl 2-dir. Yenə eyni dərəcədə əyilsin və eyni nöqtədə kəssin. Elə onda həqiqətən üst-üstə düşür. Bildiniz? Üst-üstə düşməsi üçün k-sı da b-si də eyni. Elə birinci sualdan baxın görün. Deyir funksiyanın sıfırlarını tapın. Biz danışmışıq ki, bunu bərabərsizlikdə də keçmişik. Çox yerdə keçmişik. Sıfır nəyə deyilir? Funksiyanın sıfırları funksiyanı sıfıra çevirən, yəni f(x)-in qiymətini sıfıra çevirən x-lərdir. Heç nə, funksiyanı sıfıra bərabər eləyəcəm. Baxın, 3-də 1 x çıx 20. Anladınız da, funksiyanın sıfırları funksiyanı sıfıra bərabər edən x-lərdir. Bunu sıfıra bərabər edirəm. Görüm x neçə olacaq? Vurdu soyuna keçəndə nə olur? Böl. Böləndə tərsinə çevirib vururam. Cavab olur 60. Deməli, bu funksiyanı sıfıra çevirən x 60-dır. Yəni, funksiyanın sıfırı 60-dır. 5-ci sual. Funksiyanın qrafiki deyir, bu nöqtədən keçir. K-nın hansı qiymətində? K-nı istəyir. Uşaqlar, mötərizənin içində birinci gördüyünüz x-dır, ikinci gördüyünüz y-dir. Diqqətli olun. Deməli, x-in yerinə nə qoyacam? -3. Y-in yerinə nə qoyacam? -7. Su yazıram. Bilirsiniz də, həmişə də birinci qiymətli bu hissəni yazmayıq. K çıx 2 böl -3 bərabərdir -7. Məxrəc yoxdursa, məxrəcə 1 deyirəm. Çarpaz vururam. K çıx 2 bərabərdir -3 vur -7-yə. Mənfilər gedir. Mənfilər gedir. 3-ü 7-yə vurun. 21. K-nı tapanda 21-in üstünə 2 gəlirəm. Eləyir 23. Bizə də deyir K-nın hansı qiymətində? 23 qiymətində. Sonra 6-cı. Deyir, bucaq əmsalı. Çox diqqətli olun. Bucaq əmsalı K-dır. K-sı -0.4 olan 6-cı suala baxırıq. Yazıram. K-sı -0.4. Qrafik bu nöqtədən keçirsə onun tənliyini qurun. Uşaqlar, tənliklərə baxıram ki, xətti tənliklərdir. Gəlin onda birinci özüm xətti tənliyi yazım. Kx üstə gəl B. K-sı verib -0.4. Yəni, burası -0.4. X üstə gəl B olsun. Görək hansında -0.4-dür. Böyüdürəm. Baxaq, -0.4x bir buradadır, bir də buradadır. İndi amma bizə deyir ki, mötərizənin içində dedim, birinci verilən x-dir, ikinci verilən y-dir. Görək harda x-in yerinə -2,5 qoyanda cavab 2,6 alınacaq. Axı deyir, x-in yerinə -2,5 qoyun, y 2,6 olsun. Məsələn, qoyaq elə ürəyiniz hansı istəyir qoyun. Qoyaq C variantında. Yazaq, -0.4 vur, x-ı özü verib, -2,5. Üstə gəl 1,6. Hesablama öyrədəcəm, diqqətli olun. Mənfini mənfiyə vuranda, eyni işarələri bir-birinə vuranda müsbət eləyir. 10-da 4-ü 10-da 25-ə vuranda eləyir 100%. Üstə gəl 1,6. Eyni ədədə böləndə 1 eləyir. 1-in üstünə 1,6 gələndə 2,6 eləyir. Yəni C variantı ödənir. Həqiqətən baxın, x-a -2,5 verəndə cavabı neçə tapdıq? 2,6. Demək ki, bu funksiyanın tənliyi, yəni tam şəkildə budur. Ancaq k-sını vermişdi. Biz x-la y yerinə qoyub tənliyi qura bildik.
Sonra 8-ci və 9-cu. Bəs bu şəkildə verilsə. Uşaqlar, y-i yuxarıda kəssəydi B-si müsbət olardı, aşağıda kəssəydi mənfi olardı. Düz ortadan keçirsə, deməli B-si 0-dır. Y harda kəsib uşaqlar? 0 nöqtəsində. 0-ı özdə ora yazıb. Bax, yazıram. Xətti bir şey görən kimi, bax, xətti asılılıq. Xətti asılılığın funksiyasını yazıram. Amma dedik ki, y kəsməyib deyə, yəni 0 nöqtəsində kəsib deyə, B-si getdi. Qaldı kx. Biz də demişdik, k nədir? Tangensdir. Bucaq əmsalıdır. Həmin bucağın tangensi. Tangensi 60-da neçə alır? Axı deyir 60 dərəcədir. Kök 3 əzbərləyin. Baxın, bir dəfə yazıram cəmi. Tangensin 0-ını, 30-unu, 45-ini, 60-ını, 90-ını yazacağım və öyrənmə tərzinizi deyəcəm. Hər dəfə düşür. Aha. Tangens 90-da təyin edilməyib, çox vacibdir. Trigonometriyada ən çox istifadə olunan bir şeydir. Tangens 90 dərəcədə təyin olunmur. 0-da 0 alır. Uşaqlar, tangens 60-da kök 3 alır. Sizdən bir dənə əzbərləmək istədiyim bir şey budur. Tangens 60-da kök 3 alır. 30-da bunun tərsini alır. 1 böl kök 3 alır. 45 də düz ortadadır deyə 1 alır. Bir dənə yadda saxlayın. 90-da təyin olunmayıb, 0-da 0 alır. 60-ı əzbərləyirsiniz, kök 3 alır. 30-da onun tərsini alır, 1 böl kök 3 alır. 45 düppədüz ortadır. Baxın, 0 ilə 90-ın ortasıdır. Ortada da 1 alır da. Tangens 60-da əzbərləməliydik ki, neçə alır? Kök 3. Gətirib k-nın yerinə kök 3 yazırsınız. Alınır kök 3 x. Yəni, Y variantı. Bir də indi 9-a baxaq. Bunun sizə trigonometriya yolunu yox, sırf funksiya yolunu deyəcəm. Əlimə baxın, görün. Çünki hələ ki trigonometriya keçməmişsiniz axı. Demişdik k-sı kör bucaq olanda k necə olur? Baxın. İti bucaq olanda k-sı müsbət olur. İti olanda k-sı müsbət olur. Yerləşdirəcəm bura. Kör olanda k-sı mənfi olur. İndi bir dəqiqə kör bucaqdır. Deməli k necə olacaq? Mənfi. Burada müsbətdir, burada müsbətdir. 3 dənə mənfi variant var. İndi baxaq, həll edək. Biz demişdik ki, k nə idi? Tangens alfa idi. Tangens 120. Mən axı uşaqlar sizə 120-ni əzbərlətmədim. Deməli qonşusundan çıxaq. 180-dən çıxıb kiçildək. Axı qonşu bucaqlar bir-birinə normalda bərabər olur. Məsələn, sinusun qonşu bucaqları bir-birinə bərabərdir. 180-dən 120-ni çıxıb kiçildin, 60 eləyir. Tangens 60-da dedim əzbərləyin, neçədir? Kök 3. Amma diqqətli olun. Axı biz dedik ki, kördür deyə mənfi olur. Ona görə mənfi kök 3. Cavab C-dir. Anladınız mı? Bucaq kör olanda mənfi olur. Mənfi kök 3. 12-ci suala baxaq. Çox vacibdir. Düşəndə bu tip düşür. Biz bayaq dedik, y-i kəsən nöqtə B nöqtəsidir. Yəni, şəkilə baxan kimi B-nin 5 olduğunu görə bilirsiniz. X-i kəsən nöqtə amma dedik, mənfi B böl K nöqtəsidir. O da deyir, mənfi 5-dir. Mənfilər gedir. B də yuxarıda 5-dir. Gətirib qoyuram yerinə bura 5. Yazıram, 5 böl K bərabərdir 5. K-nı neçə tapıram? 1. Uşaqlar, B 5-dir, K 1-dir. Bizə də deyir ki, K1 ilə B5-in cəmini tap, neçə eləyir? 6. Görün aydındırmı? 16-cı. Qrafiklərə baxıram ki, bu xətt şəklində deyil. Demək ki, özü burada da verib də, tərs mütənasiblikdə. Tərs mütənasibdə də, uşaqlar, 1-in 3-ü olur, 2-nin 4-ü olur. Yəni, 1-ci, 3-cü rübdəkilərə 1 baxacam, 2-ci, 4-cü rübdəkilərə 1 baxacam. 1-ci, 3-cü rübdə yerləşənlər K-dır. Deməli, necə olur? Müsbət. Uşaqlar, 1-ci, 3-cü rübdə yerləşənlər müsbət olur. Yəni, K müsbətdir. 2-ci, 4-cü rübdə yerləşənlər necə olur? Mənfi. Burada nə verib? B. Deməli, B-si necədir? Mənfidir. K-sı müsbət, B-si mənfi. Bu qədər. Yəni, siz ayrı-ayrı şey eləməyədiniz. 1-ci, 3-cü rübdə yerləşənlərə müsbət, 2-ci, 4-cü yerdə yerləşənlərə mənfi deməliydiniz. 19-cu sual. Sabit funksiya dedik nədir? X-dan asılı olmayaraq həmişə eyni qiyməti alır. Həmişə eyni alır.
Yəni F1-də də eynidir, F3-də də eynidir, F9 nöqtəsində də eyni qiymət alır. Biz də qiymət deyəndə y deyirik. Yəni x-dan asılı olan y-lər. -27-dir. Nəyi 3 dəfə bir-birinə vursaq, yəni nəyin kubu -27 olar? Tək dərəcə işarəni saxlayır. Yəni mənfidirsə mənfidir. Nəyin kubu 27-dir? 3-ün. Bildiniz, -3-ün kubu -27-dir. Deyir 64-ü tap. Onsuz uşaqlar bu funksiya nöqtədən asılıdır ki, yox. Yəni bu funksiya 64 nöqtəsində də -3 alacaq. Sabit funksiyadır axı. Bir də deyim, sabit funksiya istənilən nöqtədə eyni qiyməti alan funksiyadır. Sol tərəfə baxın. 1 nöqtəsində də -3 alır. 3 nöqtəsində də -3 alır. 9 nöqtəsində də -3 alır. Onda 64 nöqtəsində də nə alacaq? -3. Ona görə adı sabit funksiya gedir. Baxaq 21-ə. 21 də çox maraqlıdır. İncə dedik ki, sabit funksiya x-dan asılı olmayaraq eyni qiyməti alan funksiyadır. Gəlin köçürək. Burada bu boyda x-lar görürəm. Bu x-lar nə olmalıdır? Yox olmalıdır. Ona görə gəlin məxrəcdən 5-i çıxarım, ortaqdır da. X çıx 5 qalır. Sürətdən də k-nı çıxarım. K-nı çıxaranda nə qalır? Uşaqlar, buranı yadda saxlayın. 5 böl k. K-lar ixtisar getsin ki, 5 qalsın. Biz deyirik ki, sabit funksiya odur ki, x yox olsun. Yəni, bunlar yox olmalıdır. İxtisara gedən şeylər eyni şeylər olmalıdır ki, ixtisara getsin. X-lar gedir. 5 böl k bərabərdir -5. Onda k neçədir? -1. Bizə deyir ki, k ilə k-nı tapdıq -1. Bir də deyir f2-ni tap. Gəlin hələ k-nı -1 tapdıq. Funksiya budur. Bunlar da ixtisar getdi. Nə qaldı? K böl 5. Aşağıda yazıram. Bir dənə diqqətlə baxın. Fx funksiyamızı tapdıq ki, k böl 5. Həqiqətən də görürsünüz, x-dan asılı deyil. X-dan asılı deyil deyə sabit funksiyadır. İndi bizə deyir ki, f2-ni tapın. F2 onsuz x-dan asılı deyil. K-mızın qiymətini tapmışıq. -1 gətirib qoyuruq yerinə. -1 böl 5. 1-i 5-ə böləndə 0.2. Qabaqda da mənfi var. -0.2. Deməli, uşaqlar bizə deyir ki, qırmızı ilə yazacağım. K ilə F2-nin cəmini tapın. K-nı bayaq tapmışdıq, -1. F2-ni də indi tapdıq. Uşaqlar, bunu hesabladıq. Tapdıq ki, -0.2. Mənfiləri ortaq çıxarıram. Qalır 1 ilə 0.2, yəni 1.2. Cavab olur -1.2. Diqqətli olun. 24 çox maraqlı sualdır. Çox qəşəng. 4 dənə suala baxaq. 24. Uşaqlar, eyni gücə malik işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasında asılılıq verilmişdir. 20 işçi həmin işi neçə günə yerinə yetirər? Ümumiyyətlə, işçi saat, fəhlə saat. İşçi yazmaqları çox qəşəngdir. Qəşəng dəyişiblər. Bir də boru saat. Uşaqlar, bu tip məsələlərdə tərs mütənasib lazım olur. Tərs mütənasib. Artıq belə suallar düşür ha. Videonun əvvəlində dedim. Və bu suallar çox bal verir. 6,3 bal, 7 bal, 9 bal. Çünki açıq və yazılı suallara düşür. Bu tip suallarda diqqətli olun. Necə mütənasibdir? Tərs. Tərs mütənasib deyiriksə, yazırıq y bərabərdir k bölü x. Axı tərsin funksiyası budur. Mütləq bu ağlınıza gəlməlidir. İndi gəlin oxuyaq, görək nə deyir. n+1 zamanı, uşaqlar bu x-dir, bu y oxudu mu? Deyir, x-i n+1 olanda, baxın, y neçə olur? 10 olur. Gətirək qoyaq yerinə də. Y 10 olur nə vaxt? X-i n üstəgəl 1 olanda. İndi o birisini oxuyuram. Bu nöqtəni oxuyuram uşaqlar. X deyir n üstəgəl 7 olanda görsüdə. Y nə olur? N. Gətirib indi yenə yazaq. Tərs mütənasiblikdə y-in yerinə n yazıb, x-in yerinə yazıram n üstəgəl 7. Uşaqlar, məxrəc yoxdursa məxrəcə 1 yazıram. Kəsir görəndə çarpaz vururam. Alınır ki, k bərabərdir 10 dənə n üstəgəl 1. O da k bərabərdir 10 n üstəgəl 10. Gəl indi bunu yazaq. Yenə çarpaz vururam. K bərabərdir n vurulsun n üstəgəl 7. K-nı tapıram ki, n kvadrat üstəgəl 7n. İçindəyik. Uşaqlar, sol tərəflər bərabərdirsə, onda sağ tərəflər də bir-birinə bərabərdir. Həmişə də uşaqlar, birinci böyük dərəcəli çoxədilini yazın.
n kvadrat üstəgəl 7n bərabərdir 10n üstəgəl 10. N kvadrat üstəgəl 7n-dən 10n-i çıxın, mənfi 3n. Yazaq, mənfi 3n çıx 10 bərabərdir 0. Gəlin kiçildim, baxın görək. Viyyətə görə tapa bilirik. Hansı ədədlərdir ki, vuranda mənfi 10 edir, toplayanda 3 edir? 5-dən mənfi 2. Biz də n-in yerinə gətirin, bura mənfi 2 qoyun. Zaman mənfi ola bilər. Axı, zaman geriyə getmir. Ya andayıq, ya da gələcəkdə. Mənfi ola bilməz. Deməli, n-i 5 qəbul edirik. Bu aydınsa silim. Uşaqlar, buradan n-i tapdıq. 5 gətirib hər şeydə yerinə qoyacaq. Məsələn, bura n-in yerinə 5 qoyacaq. 5-in üstünə 1 gəlin, bura 6. 5-in üstünə 7 gəlin, bura 12. Sol tərəf, sağ tərəfi silirəm. Uşaqlar, artıq tənasüb qururuq. Ardı tənasübdür. Yəni, funksiyanın qrafikini oxuyandan sonra tənasüb qurursunuz. Hansıyla istəyirsiniz qurun. Mən bununla quracağım. 12 ilə 5 ilə. Amma o 20 uşaqlar 10-a yaxındır. Niyə gəlin onunla quraq da? Demir 20, 10-a yaxındır. Niyə 6, 5 falan? Bura baxın. Göylə göstərirəm. 6 günə, baxın, neçə günə deyir. 6 günə 10 işçi işləyib. Deyir, bəs 20 işçi neçə günə işləyər? Əlimə baxın, yazıram. 6 günə 10 işçi 6 günə işi yerinə yetirib, bitirib. Bəs deyir 20 işçi, daha çox işçi gəlsə, işi neçə günə yerinə yetirər? Uşaqlar, işçinin sayı artanda, artıb da görürsünüz, gün nə olmalıdır? Azalmalıdır. Axı, daha tez bitirəcəklər. Deməli, necə mütənasibdir? Tərs. Biri artanda o biri azalırsa tərs mütənasibdir. Tərs mütənasibdə necə vururuq? Yan bayan. 20 vur x, 6 vur 10. 20x bərabərdir 60, x neçədir? 3. Deməli, uşaqlar, heç nə, daha çox işçi gəlsə, daha tez bitirib 3 günə işi bitirəcəklər. Belə, mütləq qrafiki oxuyursunuz, sonra tənasüb qurursunuz. 25-ci sual. Aha, sabit funksiya kimi bir şeydir. Uşaqlar, deyir, neçə tam qiymətində funksiyanın qrafiki ordinat oxunur, mənfi nöqtədə kəsir. Y mənfidə kəsirsə, Y kəsən nöqtə B nöqtəsi idi. Baxın, aşağıda kəsir. Deyir, 0 deyil. 0 olsa burada kəsər. 0-dan böyük olsa buralarda kəsər. Amma bizə deyir ki, 0-dan yox, aşağıda, mənfi hissədə kəssin. Ona görə, görüm, x-in üzərində kvadrat var, yox. Demək, kvadrat tənlik deyil. X-in üstündə kub var, yox. Demək ki, nədir? Xətti tənlikdir. Kx üstə gəl B. Belə bir şeydir. Və indi bizdə deyir ki, aşağıda kəsirsə B-si mənfi olmalıdır. Yəni, 3a kvadrat çıx 14a mənfi olmalıdır. Buradan ortaq olaraq a-nı çıxarıram. Qalır 3 dənə a çıx 14 mənfidir. Kökləri tapıram. Bərabərsiyel eləyəndə kökləri tapıram. Bunu 0-a bərabər eləyin. 14 böl 3 alınır. Yəni, 4/3-də 2. Ədəd oxunda birinci kiçik kökü, sonra böyük kökü qeyd edirəm. İfadə müsbətlə başlayırsa, müsbətlə başlayıram. Müsbət, mənfi, müsbət. Bizdən mənfi arağı istəyir deyə, baxın, mənfi arağı istəyir deyə mənfi arağı yazıram. 0-dan 4/2-yə qədər deyir, neçə tam qiymət var? 1, 2, 3, 4, 4 dənə. Deyir, neçə tam qiymətində? 4 dənə tam qiymətində. Baxırıq, 31. Nə elə bildim ki, uşaqlar, bu sualdır. Bu fərqlidir. Əlimə baxın. Deyir, funksiyanın qrafiki yalnız birinci, ikinci rübdən keçir. Mən sizə rübləri göstərim. 2, 3, 4. Məsələn, bir dənə qrafik çəkim. Bu qrafik, baxın, 1-dən də keçir, 2-dən də keçir, 3-dən də keçir. Məsələn, eyni şeyi üzü bu biri tərəfə çəksəm. Gözləyəm. Götürmür notebook. Aha, belə çəksəm, görün hardan keçir. 1-dən də keçir, 2-dən də keçir. Bu 2-dir. 2-dən də keçir, 4-dən də keçir. Amma indi deyir ki, iminli yalnız 1-dən və 2-dən keçsin. Baxın, yalnız sözü var. Yalnız birinci və ikincidən keçməsi üçün uşaqlar. Demək ki, əyilməməlidir. Axı, əyilsə aşağı bir yerə düşür. Demək ki, əyilməyib, yalnız birinci, ikinci rübdə qalmalıdır. Yəni, belə getməlidir. Baba, dimdik getməlidir. Y deməli yuxarıda kəsəcək. Y kəsən nöqtə B-dirmi? Yəni, B-si müsbət olacaq.
İncə nə dedik? Əyilməməlidir. Əyilsə aşağı düşər. Əyilmirsə, yəni bucaq yaratmırsa, bucağı nədir? Sıfırdır. Uşaqlar, bucaq yaratmır. Yəni həmin hissəni sıfıra bərabər edirəm. İndi sol tərəfə baxın. X-in üstündə kvadrat yoxdur, kub yoxdur. Deməli, xətti funksiyadır. Xətti funksiya kx üstəgəl b-dir. Qırmızı ilə göstərəcəm. Bu kx, yanında x-i gördünüz. Sərbəst həddə b-dir. Biz dedik ki, burada yazmışam, b-ni müsbət eləyəcəyik, yəni 9 sıx a-nın kvadratını müsbət eləyəcəyik. Amma k olan hissəni də sıfıra bərabər eləyəcəyik. A kvadrat çıx 10a üstəgəl 16-nı da sıfıra bərabər eləyəcəyik. Gəlin burada a çıx b, a üstəgəl b düsturundan yazaq. Kökün biri 3-dür, o birisi -3-dür. Ədəd oxunda birinci kiçiyi, sonra böyüyü qeyd edirəm. Uşaqlar, A-sı mənfi A-nı müsbət aya vuranda mənfi edir. Yəni, mənfi ilə başlayır. Mənfi, müsbət, mənfi. Bizdən müsbət aralıq istəyir deyə -3-dən 3-ə. İndi bunu həll eləyək. Nəyə vuranda 16 edir, toplayanda 10 eləyir. 2 ilə 8. Uşaqlar, bunların ikisi də ödənməlidir. Baxın. Axı dedik həm B müsbət olmalıdır, həm də K sıfır olmalıdır. Biz həm K-nı sıfıra bərabər edib, həm də B-ni müsbət eləməliyik. Bunlardan hansı -3 ilə 3-ün aralığında yerləşir? 2. Demək ki, cavabımız oldu 2. Bilirsiniz niyə? Həm -3 ilə 3-ün aralığında yerləşir, həm də bu tənliyi sıfıra çevirir. Demək ki, cavabımız neçə oldu? 2. Diqqətli olun. Çünki 8 -3 ilə 3-ün aralığında yerləşmir. Baxaq 34-cü, sonuncu sualımıza. Bu tip xətti funksiyalar o qədər düşür. Xətti funksiyanın qrafiki nədir? Yəni, funksiyası nədir? Y bərabərdir kx üstəgəl b. Fx görürsünüz uşaqlar, fx yazın. Baxın, sağ tərəfdə yazıram. Fx bərabərdir kx üstəgəl b. İndi bizə deyir ki, f3x çıx 5-i tap. Onda uşaqlar, burada x idi deyə x yazmışdım. İndi 3x çıx 5-dir deyə 3x çıx 5 yazıram. Belə. Sonra deyir f2x üstəgəl 3. Yazıram f2x üstəgəl 3. Baxın uşaqlar, burada x idi, x yazmışdım. İndi 2x üstəgəl 3-dür deyə 2x üstəgəl 3 yazıram. Üstəgəl b. İndi köçürək də deyir bunları cəmləyin. Bu ikisini cəmləyək görək nə alınır. K-nı 3x-a vuranda 3kx bunu yazdım. K-nı 5-ə vuranda 5k. Üstəgəl b. Üstəgəl K-nı 2x-a vuranda 2kx. K-nı 3-ə vuranda 3k. Üstəgəl b. Bərabərdir deyir 15x üstəgəl 12. Uşaqlar, çoxlu toplama çıxma görürəm ki, çox ədlidir, düzdür? Çox ədlə nə demişdim? X-ların əmsalları bir-birinə bərabər olmalıdır. Sərbəst hədlər də bir-birinə. Bir də yuxarıda bir şey göstərirəm. Bu yanda 3x üstəgəl 7-dirsə, bərabərlik qoyulubsa, burada x ilə b, nə bilim, d yazılıbsa, uşaqlar, həqiqətən də x-in əmsalı burada 3-dürsə, burada da 3 olmalıdır. Burada sərbəst hədd 7-dirsə, burada 7 olmalıdır. İndi biz də onu deyirik. Burada x-in əmsalı 15-dirsə, burada da x-in əmsalları neçə olmalıdır? 15. 3k ilə 2k-nın yəni cəmi neçə olmalıdır? 15. 5 dənə k 15-dirsə, onda k-nın biri neçədir? 3. Buradan tapırıq ki, k 3-dür. Bəs sərbəst hədd, yəni x-i olmayan hədd deyirik neçə olmalıdır? 12. Bura x-i olmayanlar şey şəklində göstərdim uşaqlar, düz xətt şəklində. Budur. Düzdür. Mənfi 5k-nın üstünə 3k gələndə mənfi 2k, b-nin üstünə b gələndə 2 dənə b. Dedik, nəyə bərabər olmalıdır? 12-yə. K-nı tapmışıq 3. Mənfi 6 üstəgəl 2 dənə b 12-dir. 2 dənə b-ni tapanda 12-nin üstünə 6 gəlin, 18. B-ni də tapırıq 9. K-sı 3, B-si 9. Bizə deyir F5-i tap. Uşaqlar, gəlin yazaq. Qara ilə yazacağım. Fx, Kx üstəgəl B deyil. İndi deyir F5-i tap. Yəni x-in yerinə deyir 5 qoy. K-nı onsuz tapmışıq 3-dür. X-in özü deyir yerinə 5 qoy. B-ni də onsuz bayaq tapdıq 9-dur. 15-in üstünə 9 gəlin, 24. Yəni uşaqlar, amma diqqətli olun, bu xətti funksiyalar çox düşür. Diqqətli olun, son zamanlar ən çox xətti funksiyası alırlar. Kx üstəgəl B. Uğurlar, diqqətli olsanız rahatdır.